Azərbaycanın yeni müharibədən çıxmış bir döyüş görmüş ordusu var və Türkiyədə təbii ki dünyanın en güclü ordularından birinə malikdir və bunları prosesə cəlb eləmək istəyən qüvvələr var. Bu qüvvələr həm İranın daxilində var, həm kənarda var. Baxın, maraqlısı nədir? Mən hazırda İranın bir Xarici İşlər Nazirinin müavininin bəyanatını oxudum. Qeyd elədi ki, biz... Tural bəy, indi hal-hazırda bax bu dəqiqə əməkdaşlarımız məlumat verirlər ki, İranın baş qərargahı ordunun Azərbaycana dronlar attığını təqzib edib. Siz də elə həmin məqama gəlirdiniz ki, Xarici İşlər Naziri təqzib edib, indi də baş qərargahı. Göz maraqlısı budur. Xarici İşlər Naziri müavin deyir ki, biz Azərbaycanı dost sayırıq, ora hücum eləmirik, Türkiyəni də dost sayırıq. Amma fakt odur ki, dronlar gəlir və bizim məktəbə düşür və yaxud da ki, hava limanı. Eyni ilə də baxın, indi bilmirəm, sizin əməkdaşlar ona baxıb ya yox, bizim dostlar informasiya portallarını araştıranda 500 minlik bir Sepahın Telegram kanalı var və 500 minlik abunəsi var. Orada açıq şəkildə Azərbaycan təhdid olunub və qeyd olunub ki, bu Azərbaycana bir mesajdır ki, Naxçıvan üzərindən güya ki, hansısa bir araç dronu olub. Yəni, bu dəqiqə Heydər bəy, məsələ nə yerdədir? Mənim gördüyüm, İranda dini lider yoxdur. Yani İran'da dini lider öldürülüb və yeni dini lider təəssüfkələ seçilməyib. Və bu boşluqdan, bu iqtidar boşluğundan, hakimiyyətsizlikdən istifadə edən müxtəlif hərbi və siyasi qüvvələr var. Biz bu müharibə başlamamışdan öncə də bilirdik ki, İranda Azərbaycana düşmən mövqeyində yanaşan siyasilər, hərbiçilər var. Eyni ilə Azərbaycanla münasibətləri normallaşdırmaq istəyən hərbiçi və siyasətçilər də var. Belə görsənir ki, baxın, sizin dediyiniz o qərargahdan yayılan məlumat ki, biz oraya hücum etmədik ki, bu bir daha onu sübut edir ki, İranda bu dəqiqə hərbi sahədə bir xaotiklik var. Yəni, vahid mərkəzdən idarə olunmayan bir silahlı birləşmələr var. Hansı ki, xatırlayırsınızsa, Ayətullah Xamneyinin öldürülməsindən sonra rəsmi bəyanat yayıldı ki, İran Respublikasının silahlı qüvvələri hazırda heç kimə tabi deyirlər və əvvəlcədən müəyyən olmuş planlar üzrə özlərinin müstəqil fəaliyyətlərini göstərirlər. Yəni biz burada hətta, mən sizə bir şey deyim, biz burada hətta baxın, İranın Müdafiə Nazirliyinin qoşunlarıyla Sepahın bir-birindən koordinəli olub-olmadığını bilmirik. İzah edə bilir. Yəni Sepah tam başqa bir qüvvə. İranın Müdafiə Nazirliyi qərargah rəisi başqa bir qüvvədir. Hələ burada güc qüvvələri filan müxtəlif silahlı birləşmələr var. Yəni biz nə etməliyik? Bizim tutumumuz nə olmalıdır Heydər bəy? Biz ən çox bizi bu sual maraqlandırır. Təbii ki, Azərbaycan heç bir halda öz ərazisinin üçüncü dövlətlər tərəfindən vurulmasına, hücum edilməsinə göz yuma bilməz. Bu istər raket hücumu olsun, istər drone hücumu olsun, istərsə də hava məkanının pozulması olsun. Yəni biz Müdafiə Nazirliyimiz, aidiyyatı qurumlar buna beynəlxalq hüquq və Azərbaycan Respublikasının konstitusiya çərçivəsində belə hücumları cavablandırmaq və bunun qarşısını almaq üçün hazır olmalıdır. Yəni zaten Müdafiə Nazirliyinin bəyanatında da qeyd olunur ki, cavab vermə hüququnu özümüzdə saxlayırıq. Yəni hər kəs bilməlidir ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü, insanların təhlükəsizliyini, infrastrukturunu qorumaq iradəsindədir. Bu hücum kimdən gəlir gəlsin? İstər İrandan, istər Amerikadan, istər Rusiyadan, istər İsraildən, kimdən gəlir gəlsin? Azərbaycan öz təhlükəsizliyini qorumaq belə deyək, gücündədir və qoruyacaq. Bu qətiyyətə də malikdir və biz siyasi parti olaraq da, Azərbaycanda fəaliyyət göstərən bir siyasi parti olaraq da bu mövqeyin tərəfindəki ki, Azərbaycan təhdidin kimdən gəlməyindən asılı olmayaraq bu hücumun qarşısını alınması və cavab vermə gücündə olmalıdır bu öz yerində. Amma biz bu məsələdə daha diqqətli olmalıyıq. Yəni kimlərinsə oyununun oyuncusu olmalı deyilik. Kimlərinsə qurduğu şahmat oyununda piyada rolunu oynamalı deyilik. Bu böyük, indi heç kəsə sir deyil ki, bu İranda baş verənlər böyük siyasi, iqtisadi və hərbi güclərin belə deyək də bir müharibəsidir, bir oyunudur. Nə deyirsiniz deyin, dərə bir şey deyə bilər. Biz bu məsələdə mən düşünürəm ki, Türkiyə ilə sıx əməkdaşlıq və koordinəli şəkildə addım atmalıyıq.
kimlərinsə marağında ola bilər ki, Azərbaycan İrana qoşun yeritsin, orada isti müharibəyə cəlb olunsun və yaxud da Azərbaycan öz ərazisindən İrana raket zərbələri endirilsin. Amma biz burada öz maraqlarımızdan və təbii ki, İrandakı 40 milyondan artıq soydaşlarımızın marağından çıxış eləməliyik. Və ona görə soyuqqanlı olaraq Türkiyə ilə koordinəli şəkildə bu addımları atmalıyıq. Yəni qətiyyən emosiyalara qapılıb, emosional şəkildə bu məsələlərin üzərinə gedib özümüzü başqalarının oyununun belə deyək də oyuncusu kimi aparmamalıyıq deyə düşünürəm. Yəni bizim mayakımız, bizim bu məsələdə referans ala biləcəyimiz qüvvət Türkiyədir. Yəni birisi bizdən də bir gün qabaq Türkiyə raket zərbəsi. Bizə indi drone atmışlar, o raket zərbəsi. Amma görürsünüz Türkiyə bəyanatını verdi, özünün hər an cavab verə bilmək hüququnu özündə saxladı və bunu qətiyyətlə pislədi. Amma görürsünüz yenə də o diplomatik təmaslarla aydınlıq tələb elədi İrandan və biz də həm partiya olaraq biz bunu tələb edirik, həm də əminəm ki, Azərbaycan dövləti də artıq aidiyyatlı addımlar atıb və İranın hazırki ən azından nə deyək, sivil mülkü iqtidarından, yəni Pezeşkiyanın rəhbərliyi elədiyi iqtidardan bu addımlara bir izahat və aydınlıq tələb eləməliyik. Biz müəyyən eləməliyik ki, bu İranın rəsmi mövqeyidirmi? İran həqiqətən Azərbaycanı düşmən ölkəmi hesab edilir və Azərbaycanı öz hədəfləri sırasından salır. Yoxsa ki, bu hansısa İran daxilindəki təxribatçı qüvvələrin belə deyək, atdığı addımlar. Biz bunları diplomatik kanallarla müəyyən etdikdən sonra atacağımız addımları Türkiyə ilə koordinəli şəkildə atmalıyıq deyə düşünürəm.